Gələn oyunçunun karyerasını keçməyə çalışacağıq. Görək əfsanələrdən kim var? David Beckham 721 oyun, 127 gol, 225 asist. Çətin olacaq, yoxlayacağıq. 9 liqa titulu. Başlayırıq. Yaxşı karyera lazımdır bizə. Leverkusen mükəmməl başladıq. Bir dənə burada qocalmayaq. Hələ olar. Beşiktaş, Manchester City. Bir Beşiktaşlı olaraq fəxr elədim bu dəvətə görə, təklifə görə, amma bu bir oyundur. Ona görə Manchester City'yə keçməliyik. Gözəl irəliləyik. Hoffenheim lazım deyə bizə. Leverkusen'dən gəlmişəm, City'də oynayıram. Beşiktaşa yox demişəm. Pulsuz istəyir olar. İtalya. Sassuolo. Manchester City ilə davam edirik. İsraildən durmadan təklif gəlir. Niyə çağırırlar məni bilmirəm. Villarreal. Yox, buradan ancaq Madridə keçmək olar. Və yaxud Liverpool'a. Kaş başqa şey istəyərdim. Amma bundan başqa nə istəyim? Madriddən təklif gəlib. Madrid. 30 yaşımızda Madriddəyik. Və Fenerbahçedən təklif gəlir bizə. Təbii ki, qəbul etmirik. Real Madridlə davam. Brest, Fransadan 2 klub dirəşir. Yox deyirik. Hala Madrid deyirik. Galatasaray. Sənə də yox deyirəm. Çünki Beşiktaşa yox demişəm. Fransa yenə dirəşib. Hətta pulsuz istəyir və Madriddə menecer olduq. Leverkusen, Manchester, Madrid. 907 oyun. 292 asist. 811 gol. Keçdikmi, keçmədikmi? Tam dəqiq yadımda deyil rəqəmlər. Məncə keçmişik. Yəni elə hiss edirəm. Liga tituluna baxaq. 8 dənə. Onda 9 dənə idi. 1 dənə liga titulumuz çatmır. 4 dənə Çempionlar Liqasımız var. Möhtəşəmdir. Bir dənə Dünya Kubokumuz var. Ballon d'Or da ver. Bir dənə də Ballon d'Orumuz var. Başlı işte eyni səviyyədədir Beckham'dan. Hələ.